Mənim bu videoda çəkməkdən məqsədim də budur ki, diktator rejim bax buna haqq edir. Bilirsiniz nəyə görə? Mənim dəfələrlə TikTok səhifəmi, mənim dəfələrlə YouTube səhifəmi vurduqlarına görədir, şikayət edib bağladıqlarına görədir. Mən dəfələrlə diktator rejimə, İlham Əliyevə müraciət eləmişəm, demişəm ki, İlham Əliyev mənim səhifələrimi vurmayın, çünki mən öz haqlarımı, hüquqlarımı tələb edirəm, neftdən gələn gəlirimi istəyirəm. Siz yenə də buna mənim sizə etdiyim müraciətə baxmayaraq, mənim yenə də səhifələrimi bağlamışsınız. Ona görə də mən məcbur qalmışam, bax, belə. Məcbur qalmışam, sizin yeriniz tualetdir. Qoy qeyrətli xalqın, qeyrətli nümayəndələri sizin şəkillərinizin üstünə işəsin, bax, beləsinə. Siz daim sizin yeriniz tualetdə olacaq. Siz çünki şərəfsizsiniz, sizdə ləyaqət və qeyrət yoxdur, namussuzsuz. Əlin Ağayev, sən də qəhbənin balasısan, mənim bir də səhifələrimi bağlasaz, bundan da beşbətərini bütün mərkəzdə eləyib, hamını məcbur eləyəcəm ki, bunun üstünə işəsin. Çaşmayın mənə qarşı, dovşan yığınağı.